Bu orijinal değilse bunlar neçə olur dede? Siz bilərsiniz. Bunlar? Aha. Yalan deyirəm mən. Kim neçəyə satır da? 50 manat alıblar bundan məndən. 50? Başka bir çok pis kazıklanmışam. 50. Öz görmemişim de Instagram'da gördüm, sipariş verdim, çatdırdılar, apardılar, hiç görmedim nədir bəzi. Beləncə yəni bu aldatmaq yaxşı deyil. Yəni satırsan sat, amma hər məhsulun öz qiyməti var da. Bunun maksimal qiymət qoy olsun 20 manat. Hə da, yəni bunlar lazım. Adamı da yandırmasın da. Amma saxtanı orijinal qiymətə satmaq o düzgün deyil. Sapını da biraz kəsim çünki qaralıb. Ayıp olsun, başka ne diyebilirim? Ha, heç. Burada ne güzel mallarınız var sizin. Ha, sağ olun. Elədir. Bizdə məsələn orijinal olmayan Zippo oxşar alışqan var. Bir də görürsən aşağıda Zoro brendidir. Bir də aşağıdakı sıra. Bir də aşağıdakı. Yəni, bir tane müşteri gəldi ki, məsələn mən ucuz istəyirəm. Deyirəm, buyur. 39 manatdır, amma keyfiyyət var, keyfiyyət. Ben bunlardan bir şəkil götürürəm bax. Əlbəttə. İndi açıb göstərərəm, baxarsınız necə işləyir. Yəni tamam başqa keyfiyyətdir də. Bu da hazır. Zippo. Güya ki Zippo alışqanıdır. Papağan heç yaxşı götürmədi onu. O səhifəni tapanmadım, hardan yazmışam. Heç olmasa deyərdim ki, ayıbdır da belə eləyəm. Xeyri yoxdur. Mən bir iki mənə də qabağa çıxmışdı. Mən yazmışdım onlara ki, elə şey eləməyin də. Allah bazar versin, satın, amma aldatmayın da. Sonra bunları mənə gətirirlər. Deyir ki, bu Çin malıdır.